Baxırıq bugün orta sürət mövzusuna. Orta sürətdən də yenə bu ilk suallar asan suallardır. Məsələ olan yerlərdən başlaya bilərik. Elə 10-cu sual. Ondan başlaya bilərik. Deməli, mələm səsli. Onun sualda deyir ki, cisim yolun 25 kilometrlik hissəsini 1 saata, qalan 35 kilometrlik hissəsini isə 2 saata getdi. Bu cismin ümumi yola görə orta sürətini hesablayın. Bizə yolları verib, zamanı verib, orta sürəti tapmamızı istəyir. Əvvəlcə verilənləri qeyd edək. Bizə nə verilib? Cisim 2 hissədən ibarət yol verilib. Onu biz L1 və L2 şəklində yaza bilərik. L1-ə yazırıq 25 kilometr və verib L2-ni, onu da buradan qeyd edirik, 35 kilometr. Və deyir, birinci hissəyə 1 saat, ikinci hissəyə 2 saat zaman sərf edib. Onu da, zamanı da T1 və T2 şəklində yazırıq. Birinci hissə 1 saat, deməli, bura qeyd edək. İkinci hissə isə T2 bərabərdir 2 saat. Bizə verilənlər var. Deməli, bizdən də istəyir orta sürət. Orta sürət bilirik ki, V orta bərabərdir. L ümumi bölünsün T ümumi düsturu ilə tapılır. O da bərabərdir. L ümumi yerinə L1 üstə gəlinsin L2, T ümumi yerinə isə T1 üstə gəlinsin T2 yazırıq. Bərabərdir. İndi qiymətləri qoyub hesablaya bilərik. L1-imiz 25, L2 35, bölünsün T1 1, T2 isə 2 saatdır. Bu da eləyir 25-35 eləyir 60 kilometr, bölünsün 3 saat. 60-ı da 3-ə bölsək eləyir 20 kilometr, bölünsün saat. Cavab eləyir D variantı. Baxırıq 11-ə. Avtomobil yolun birinci yarısını 20 metr böl saniyə, ikinci yarısını isə 30 metr böl saniyə sürətlə hərəkət etdi. Avtomobilin yola görə orta sürətini hesablayın. Deməli, burada bizə artıq bayaq hesabladığımız kimi bizdə demişdik, orta sürəti L ümumi bölünsün T ümumi ilə tapırıq. Amma burada görürük ki, bizdə nə yolu verib, nə də zamanı verib. Bizə 10 əvəzində nə verib, onları buradan qeyd edək. Yuxarıdan buradan yazıram. Bizə verib sürəti, yenə 2 sürət verib. Birini V1-dən yazaq, 20 metr bölünsün saniyə. Bir də verib V2-ni, o da bərabərdir 30 metr bölünsün saniyə. Burada bizim istifadə edəcəyimiz düstur, indi o düsturu yazıram. Məsələnin həllindən sonra onun açılışında hardan gəldiyini də verirəm. Deməli, V orta bərabərdir 2 V1 V2 bölünsün V1 üstə gəlinsin V2. Biz yalnız sürətlər veriləndə, yəni yolun bərabər hissəyə bölünmüş yollarda sürəti verəndə bu düsturdan istifadə edirik. Burada nə edib? Yolu 2 bərabər hissəyə bölüb. Deyir, yolun birinci yarısı və ikinci yarısı. Onda bu düsturdan istifadə edirik. Bərabərdir. Deməli, 2 vurulsun. V1-i dedik. Yuxarıda qeyd eləmişik. 20-dir. Vurulsun. V2 30-dur. Bölünsün. V1 20. Üstə gəlinsin. V2 yəni 30. O da bərabərdir. 2-ni 20-yə vursaq 40. 40-ı 30-a vursaq 12. 1200. Bölünsün. 20 üstə gəl 30. 50. 1250-yə bölsək 0-lar ixtisar gedər. 120 bölünsün 5 ilə bizə verər 24 metr bölünsün saniyəni. Cavab olur B variantı. İndi bu düstur, yəni 2V1 V2 bölünsün V1 üstə gəlsin V2 düsturu hardan gəlir? Onu izah eləmək istəyirəm. Onu izah eləmək üçün bura bir əlavə səhifə əlavə edim. Deməli. Deməli, bu düstur hardan gəlir? Baxın, biz burada yazırıq. V orta bərabərdir. L ümumi bölünsün T ümumi. Bu bizim orta sürət üçün əsas düsturumuzdur. Və bayaqki məsələdə bizə deyirdi ki, yol 2 bərabər hissəyə bölünür. Yəni, yolun birinci hissəsi müəyyən sürətlə, ikinci hissəsi isə müəyyən sürətlə gedir. Onda deyərik, L bərabərdir. Ümumi yolumuz əgər orada yolun uzunluğu L-dirsə, 2 bərabər hissəyə bölünən yolu L bölünsün 2, üstə gəlinsin, L bölünsün 2 şəklində deyə bilərik. Yəni, burada bizim yolumuz 2 bərabər hissəyə bölünür. Və həmin bərabər hissələrdəki yolları fərqli sürətlərlə gedib. Yəni, yollarımız eynidir, amma sürət fərqlidir. Bu zaman nə fərqli olasıdır? Zaman fərqli olasıdır. Həmin yollara sərf etdiyi zaman. Deməli, bu bərabərdir. Bunu da bu şəkildə deyək. L ümumimiz L-dir. Bunu L olaraq qeyd edirik. Və 2 fərqli yol var idi. Bu 2 fərqli yolu dedik, fərqli sürətlərlə gedibsə, deməli, bu yollara sərf elədiyi zamanlarda fərqlidir. Ona görə T ümumini də yerinə yazırıq.
T1 üstəgəlsin T2. Yəni birinci yola sərf etdiyi zaman, T2 isə ikinci yola sərf etdiyi zaman. O da bərabərdir. Biz bilirik ki, T bərabərdir L bölünsün V düsturu ilə zamanı tapa bilirik. Onda buradakı T1-in yerinə L1 bölünsün V1, T2-nin yerinə, bax buna T1, T2-nin də yerinə L2 bölünsün V2 yaza bilərik. Gəlin onları yazaq. Deməli, buradan aşağıdan yazıram ki, qarşılıqlı düşməsin. L bölünsün, T1-in yerinə yazıram L1, yəni L1-imiz nəyə bərabərdir? L bölünsün 2. Yazıram L bölünsün 2, bölünsün sürətə, yəni V1-ə, üstə gəlinsin. L2-miz yenə L bölünsün 2-dir, yol hər ikisi üçün eynidir, bölünsün sürətə, yəni V2-yə. O da bərabər. L-imiz qalır yerində. Bunları indi biz sadələşdirmək üçün belə də yaza bilərik. Bu 2 burada məxrəcə düşür, bu şəkildə yaza bilərik. Çox çəkdim xətti. Deməli, bu şəkildə yaza bilərik. L bölünsün 2V, 2V1, üstə gəlinsin L bölünsün 2V2. Bu şəkildə yazıb sadələşdirə bilərik. Və L bölünsün yenə. Biz bunlara indi ortaq məxrəc gətirəndə 2V1 ilə V2 ortaq məxrəc bu şəkildə olur. 2V1 vurulsun V2. Yəni V1-in məxrəcini və sürətini V2-yə, V2-nin məxrəc və sürətini isə V1-ə vururuq. İndi buranın məxrəc və sürətini birinci hissənin V2-yə vurduq. Onda məxrəcini vurduq, onda sürətini də vurmalıyıq. Olur L vurulsun V2. Üstə gəlinsin. Bunun sürət və məxrəcini vururuq V1-ə. Məxrəcini vurduq, burada ortaq məxrəcdə yazdıq. Sürətini də vursaq, olar L vurulsun V1. Bu da bərabərdir. Biz buradan L bölünsün. İndi burada bir sadələşdirmə eləyib L-ləri mötərizə xaricinə çıxarda bilərik. 2V1 vurulsun V2 məxrəcdə. Sürətdə L-ləri mötərizə xaricinə çıxardırıq. Qalır V2, üstə gəlinsin V1. Buradan L-ləri deməli ixtisara aparırıq. L-lər yuxarıda da var, aşağıda da var. İxtisar gedir. Nə qalır orada? Bərabərdir. Onu da yaşılla yazım, aydın olsun. Deməli, sürətdə qalır L ixtisar gedəndə burada bilirsiniz də 1 qalır. Sürətdə qalır 1, məxrəcdə qalır. Məxrəcdə də bir kəsir var. Həmin kəsirin sürətində var V1 üstə gəlinsin V2. Bu mötərizənin içində qalan ifadə. Bölünsün, həmin kəsirin məxrəci də 2V1 vurulsun V2-dir. Bunu bu şəkildə yazdıq. İndi burada nə edir? Əlbəttə ki, bu 2V1 V2 də qalxır kəsirin sürətinə. 2V1 vurulsun V2. Bölünsün, qalır V1 üstə gəlinsin V2. Baxın, orta sürətin düsturu gəlir buradan çıxır. Həmin qeyd etdiyimiz düstur. Bərabər yollar üçün. Yol 2 bərabər hissəyə bölünəndə düsturu bu şəkildə yaza bilərik. Sonra qaydaq məsələyə. Deməli, 11-i yazdıq, 12-yə baxırıq. Deməli, Kamran evdən marketə qədər olan 400 metr yolu 4 dəqiqəyə getdi. O evə qayıdarkən eyni yolu, baxın, eyni yolu 6 dəqiqəyə gələrsə, Kamranın yola görə orta sürətini hesablayın. Deməli, bizdən nə verilibdir? Kamran birinci marketə getdiyi yol, yəni L1 deyə bilərik buna. L1 bərabərdir 400 metr və həmin yola sərf etdiyi zaman buna da T1 deyək. T1 də bərabərdir 4 dəqiqə. Daha sonra deyir Kamran eyni yolu 6 dəqiqəyə qayıtdı. Deməli L2-miz də 400 metrdir. Həmin yolu qayıdır axı. Bu da 400 metrdir və Kamranın ikinci qaydanda sərf etdiyi zaman bu da 6 dəqiqədir. Bizdən yollarımız var, zaman var. Buradan orta sürəti həminki düsturla tapa bilərik. Yəni bayaqki ümumi düsturla L ümumi bölünsün T ümumi. O da bərabərdir. L1 üstə gəlinsin L2 bölünsün T1 üstə gəlinsin T2, o da bərabərdir. L1 400, L2 400 üstə gəlsə eləyər 800 metr. Zamanım isə 4 dəqiqə və 6 dəqiqə. Toplasaq eləyər 10 dəqiqə. Bu da 800-ü də 10-a bölsək bizə verər neçə? 80 metr bölünsün dəqiqə. Bərabərdir 80 metr bölünsün dəqiqə. Bu da eləyir A variantı. Sonra baxaq 13-cü suala. Şəkildə göstərilən trayektoriya üzrə hərəkət edən avtomobilin getdiyi yollar və həmin yollara sərf olunan zamanlar göstərilmişdir. Verilənlərə uyğun olaraq avtomobilin bütün yolda orta sürətini hesablayın. Deməli, bizə 3 fərqli yol, 3 fərqli zaman verilir və avtomobilin orta sürətini tapmalıyıq. Gəlin əvvəlcə yenə verilənləri qeyd edək. Buradan deməli, L1-i, yəni 3 fərqli yol verilib, L2 və L3 verilib. Daha sonra verilib nə? T1 zamanlar, T2 və T3 verilib. Gəlin bunları qeyd edək. L1 neçədir? Baxırıq şəklin birinci hissəsinə. A nöqtəsindən avtomobil hərəkətə başlayıb. L1 bu yoldur. Bu yolun uzunluğunu bizə 200 metr verib. Yazırıq 200 metr. Və həmin hissənin zamanını, yəni T1-i, onu da verib 30 saniyə. 30 saniyə.
Sonra L2-ni, yəni yolun bu hissəsini. Bu hissənin uzunluğunu bizə 100 metr verir. Bunu da yazırıq 100 metr və həmin hissədəki zamanı, həmin hissəyə sərf olunan zamanı da 10 saniyə verir. T2-yə yazırıq 10 saniyə. Baxırıq L3-ə. L3 maşının, yəni yolun bu son hissəsidir. Burada da bu yolun uzunluğunu verib 200 metr. Deməli, 200 metr. Ona sərf olunan zaman isə 1 dəqiqə veribdir. Yəni biz burada görürük hamısı saniyədir. Onda bu dəqiqəni də çevirsək, bu da eləyər 60 saniyə. Bizdə verilənlər var. Biz buradan nə edirik? Orta sürəti artıq hesablaya bilərik. Yazırıq. Və orta bərabərdir L ümumi, yəni L1 üstə gəlinsin L2 üstə gəlinsin L3 bölünsün T ümumi, yəni T1 üstə gəlinsin T2 üstə gəlinsin T3. O da bərabərdir. Qiymətləri buradan yerinə yazıb hesablaya bilərik. 200 üstə gəlinsin 100 üstə gəlinsin 200. Bu eləyir 500 metr ümumi yolumuz. Zaman isə 30 saniyə, 10 saniyə, 40, üstünə 60 da gəlsə eləyər 100 saniyə. 500-ü də 100-ə bölsək eləyər 5 metr bölünsün saniyə. Bərabərdir, buradan yazıram. 5 metr bölünsün saniyə. Cavab olur C variantı. Baxırıq 14-ə. 14-də deyir, velosipedçi ilk 30 kilometrlik yolu 15 km böl saat bərabər sürətlə, növbəti 30 kilometrlik yolu isə 30 km bölünsün saat bərabər sürətlə hərəkət etdi. Velosipedçinin bütün yola neçə saniyə, velosipedçi bütün yola neçə saniyə vaxt sərf etmişdi. Burada əslində sadə bir şey. Yəni hər iki hərəkətdə, hər iki yolda sərf olunan zamanı toplasaq biz ümumi zamanı tapmış olarıq. Bunun üçün də biz bilirik T bərabərdir L bölünsün V düsturunu. Bundan istifadə edərək hər bir üçün yaza bilərik. Birinci zaman üçün T1 bərabərdir L1 bölünsün V1. İkinci üçün isə T2 bərabərdir L2 bölünsün V2. Bərabərdir. L1-imiz, yəni birinci yolumuz neçədir? 30 km. 30. Həmin yolu nə hansı sürətlə gedib? 15 ilə. 30-u 15-ə bölsək eləyər 2 saat. Buradan yazıram. T1 bərabərdir 2 saat. Bir də baxırıq ikinciyə. T2-də yol yenə 30 km-dir. Sürət də yenə 30-dur. 30-u 30-a bölsək eləyər 1. Onda yazıram. T2 də bərabərdir 1 saat. Bunları cəmləsəm mən eləyər 3 saat. 3 saatdır, amma burada bizdən zamanları saniyə ilə verib. Sadəcə bura düşməyib saniyə. 3 saatı saniyəyə çevirsəm 3 vurulsun 3600 şəklində yazaram. Bu da eləyər neçə? 10800 saniyə. Cavab olur D variantı. Baxaq 15-ə. Avtomobil ilk 3 saat 60 km böl saat sürətlə hərəkət etdi. Deməli, 15. Avtomobil ilk 3 saatı 60 km böl saat sürətlə hərəkət etdi. Avtomobil sonraki 2 saat müddətində hansı sürətlə hərəkət etməlidir ki, onun bütün yolda orta sürəti 72 km bölünsün saat olsun? Deməli, burada bizim zamanlar verilib, bəzi sürətlər verilib. Burada baxırıq, gəlin verilənləri qeyd edək. Buradan yer eləyək özümüzə. Elə buranı da ağardım, bizə yer olsun. Bəs eləyər bu qədər yer. Deməli, verilənləri qeyd edək əvvəlcə. İlk 3 saat, yəni bizə zamanın birinci anı verib. T1 bərabərdir 3 saat. Sonra nə verilib? 60 km böl saat sürətlə. Deməli, birinci halda sürət verib 60 km bölünsün saat. Daha sonra nə verib? Hərəkət etdi. Avtomobil sonraki 2 saat müddətində ikinci zaman verilib. T2 bərabərdir 2 saat. Bir dənə verib, hansı sürətlə hərəkət etməlidir? Baxın, ikinci zaman verilib bizə, ikinci zamanla. Amma həmin zamanda hansı sürətlə hərəkət etdiyini bilmirik. Bizdən onu istəyir. V2 bərabərdir sual. Bir də bizə nə verib burada? Hərəkət etməlidir ki, bütün yolda orta sürəti 72 km bölünsün saat olsun. Yazırıq. V orta da bərabərdir 72 km bölünsün saat. Burada yenə orta sürət üçün əsas düsturumuzu yazırıq. V orta bərabərdir L ümumi bölünsün T ümumi. Burada baxırıq bizdən zaman var. Zaman ilk anı 3 saatdır, ikinci anı 2 saat. Yəni ümumi zamanımız var. Bu aydın məsələ. Orta sürətimiz də var. Bəs nə yoxdur? L ümumi yoxdur burada. L ümuminin yerinə nə yazırıq? Bərabərdir. Biz bilirik ki, yol L bərabərdir, bərabər sürətlə hərəkət edir. VT düsturundan tapılır. Bunu bu şəkildə qeyd edək. V1 birinci yol üçün, yolun birinci hissəsi üçün L1 bərabərdir V1 T1, ikinci hissəsi üçün isə L2 bərabərdir V2 T2 şəklində yaza bilərik. Yazaq L ümumi yerinə L1, L1-in yerinə yazaraq V1 vurulsun T1, üstə gəlinsin
L2. L2-ni də yerinə yazırıq. V2 vurulsun T2. Bölünsün T ümumi, yəni T1 üstə gəlinsin T2. Bizdə artıq hər şey var. Bu da bərabərdir və bu da bərabərdir nəyə? V ortaya. Bizdə artıq hər şey var. Burada bir tək V2 yoxdur. Bu hesablamanı aparıb V2-ni rahatlıqla tapa bilərik. Gəlin düsturda qiymətləri yerinə yazıb hesablayaq. Düsturda ilk olaraq nə var? V1. V1-in qiyməti neçədir? 60. Yazırıq. 60 vurulsun. Sonra T1 3. Üstə gəlinsin. V2-ni bilmirik. V2 vurulsun T2-də 2 saat. Bölünsün. T1 üstəgəl T2, yəni 3 üstəgəl 2. Burada 5 saatdır. Bərabərdir 72-yə. Bu qədər. Biz indi buradan hesaplamanı aparıb bunu tapa bilərik. Buradan hesaplama aparanda bilirik ki, bu 72 məxrəcində 1 var. Bu hissə çarpaz vurulur. Deməli, 72 vurulsun yazırıq. 72 vurulsun 5 bərabər olur. 60 vurulsun 3 üstə gəlinsin 2V2-yə. Buradan hesablasaq 72-ni 5-ə vursaq 360 metr, 360 bərabərdir. 63-ə vursaq 180 bərabər üstə gəlinsin 2V2. Buradan 180 digər tərəfə keçsə qalır 2V2 bərabərdir 180. 360-dan çıxsaq. V2 də bərabərdir onda 90 kilometr bölünsün saat. Bu şəkildə. Cavab olur nə? A variantı. Sonra baxaq 16-ya. 16-da deyir ABCD trayektoriyası boyunca hərəkət edən cismin bütün yolda orta sürətini hesablayın. Orta sürətini. Deməli, A-dan B-yə baxırıq bizdə L1 T1 verib, B-dən C-yə L2 verib, V2 verib, C-dən D-yə V3 verib, T3 verib. Biz burada verilənlərimiz var. Amma gəlin elə bunu yazın. V orta bərabərdir. L ümumi bölünsün T ümumidir. Bunu bilirik. L ümumi bölünsün T ümumi. O da bərabərdir. 3 yolumuz var. Onda deməli yazarıq L1 üstəgəl L2 üstəgəl L3 bölünsün 3 zaman T1 üstəgəl T2 üstəgəl T3 bərabərdir. İndi burada bizdə bəzi yollar var, bəzilərində yoxdur. Bəzilərində zaman var, bəzilərində yoxdur. Gəlin biz olanları yazaq, olmayanları necə tapacağımıza baxaq. L1 var 300 metr. Üstə gəlinsin L2 400 metr. Üstə gəlinsin L3 yoxdur. L3-ü necə taparıq? Biz bilirik L bərabərdir V vurulsun T üstün. Burada bizə V3 də verib, T3 də verib. Onda biz bunu rahatlıqla hesablaya bilərik. V-si 40-dır, T isə 9. 40-ı 9-a vursaq eləyər 360. Deməli, buradan da yazırıq 360. Bölünsün. T1. T1-imiz 6 saniyə. Üstə gəlinsin. T2 yoxdur. Yaxşı, T2-ni necə taparıq? Bu düsturdan T-ni tapsaq, alınar T bərabərdir. L bölünsün V. O da bərabərdir. L-in qiyməti 400. V-nin qiyməti isə 80-dir. 400-ü 80-ə bölsək 5 eləyər. Deməli, T2-miz də bərabər necə? 5 saniyə. Bura yazırıq 5. Üstə gəlsin. T3. T3 də verib 9. Bu qədər. Biz bunları hesablasaq, buradan cavabı tapa bilərik. 300-ün üstə 400 eləyir 700. 1000 də gəlsə eləyər 1060 metr. Bölünsün 6, 5, 11, 9-a gəlsək 20 saniyə. 1060-ı da 20-yə bölsək, bu eləyər 106 bölünsün 2 nə verər bizə? 53 metr bölünsün saniyə. 53 metr bölünsün saniyə. Bu qədər. Deməli, cavabımız oldu 53 metr bölü saniyə. Sonra gəlir neçə? 17. 17-də deyir, cisim zamanın birinci yarısını 70 metr bölü saniyə sürətlə, ikinci yarısını isə 90 metr bölü saniyə sürətlə hərəkət edərsə, bütün yolda orta sürətini hesablayın. Bu tip məsələlərdə biz, əgər zaman eyni veribsə, bayaq bizə bu düstur çıxartdığımız sualda yolları eyni vermişdi. Bəs onda 2V1V2 bölünsün V1 üstəgəl V2 bu düsturdan istifadə edirik. Bu dəfə isə bizə zaman birinci yarısı və ikinci yarısı, yəni bu dəfə bizə zamanları eyni verib. Yəni T bərabərdir T bölünsün 2, üstə gəlinsin T bölünsün 2-yə. Biz burada necə hesablayırıq? Bu tip məsələlərdə orta sürəti V orta bərabərdir. Neçə sürət verilibsə toplayırıq və onların sayına bölürük. Bizə 2 sürət verib. 90 və 70. Deməli, yazırıq 70, üstə gəlsin 90, bölünsün 2. Bu şəkildə bunu həll edirik. 90 üstə 70 gəlsək eləyər 160, 160-ı 2-yə bölsək eləyər 80 metr bölünsün saniyə. Cavab olur D variantı. Yaxşı, bu düstur hardan çıxır? İndi onu izah edeyim. Deməli, burada yerimiz, kifayət qədər yerimiz var. Yenə V orta bərabərdir. L ümumi bölünsün T ümumi. Biraz qalındı. T ümumi düsturunu yazaq. Bərabər. T-miz bayaq dedik nədir kənarda? T bərabərdir.
T bölünsün 2 üstə gəlinsin T bölünsün 2. 2 zaman vermişlər bizə fərqli zaman. Onu yazaq. Burada yazaq. Ümumiyyətcə ümumi zamanımız T-dir. Ona görə bunu T olaraq yazaq. L ümumimiz nədir? Bəs L1-i biz bilirik ki, L bərabərdir V vurulsun T-dir. İndi burada necə olacaq? İki fərqli zaman varsa, deməli iki fərqli gedilən yol var. Onda L1 bərabərdir V1 vurulsun T1, L2 bərabərdir V2 vurulsun T2 şəklində yaza bilərik. Gəlin yazaq. L ümumi yerinə L1 üstə gəlinsin L2. Bu da bərabərdir. L1-in yerinə yazırıq V1 vurulsun T1. T1'imiz neçədir? T bölünsün 2. T bölünsün 2. Üstə gəlinsin. V2 vurulsun, yəni L2'nin yerinə yazırıq. V2 vurulsun T2. T2'miz nədir? O da T bölünsün 2'dir. Bölünsün T'yə. Yəni ümumi zamanımız T'dir. Bərabərdir. Biz buradan T'ni mötərizə xaricinə çıxarsaq, burada qalır V1 bölünsün 2, üstə gəlinsin. V2 bölünsün 2, bölünsün T. Bu T'lər də buradan ixtisar edir. Yuxarıda bir T, aşağıda bir T ixtisar edir. Nə qalır? Bərabərdir. V1 üstə gəlinsin. V2 bölünsün 2. Baxın bu şəkildə. Deməli, baxın həmin yazdığımız düstur, buradakı yazdığımız düsturun gəlib bu şəkildə, çıxarılışı bu şəkildədir. Və burada, məsələn, indi bizdə məsələmizdə iki sürət vermişik də, 70 və 90. Burada əgər neçə sürət verərsə, məsələn, tutalım 3 dənə sürət verdi. Onda yazarıq V1, üstə gəlib V2, üstə gəlinsin V3, bölünsün 3. 4 dənə versə, üstə gəlinsin V4 yazarıq, bölünsün 4 yazarıq. 5 dənə versə, toplayarıq 5'ə bilərik. Yəni, neçə dənə verirsə, hamısını toplayırıq və sayına bölürük. Bu şəkildə 17-ni yazdıq, baxırıq 18-ə. 18-də nə deyir bizdən? Gəncədən hərəkətə başlayan 3 avtomobil müxtəlif trayektoriyalar üzrə hərəkət edərək Bakıya çatır. Uyğun olaraq birinci avtomobil 3 saat, ikinci avtomobil 3,5 saat, üçüncü avtomobil isə 2,5 saat zaman sərf etdi. Avtomobillərin yerdəyişməyə görə orta sürətlərini müqayisə edin. Bax, yerdəyişməyə görə orta sürət. Yerdəyişməyə görə orta sürət nədir? V yerdəyişməyə görə orta sürət, deməli, yerdəyişməyə görə orta sürət bərabərdir. S yerdəyişmə bölünsün zaman. Deməli, biz burada avtomobillər Gəncədən hərəkətə başlayıb, 3 avtomobil və Bakıya çatırlar. Bunların, baxın, A nöqtəsi Gəncə olsun, B nöqtəsi isə, məsələn, B nöqtəsi də Bakı olsun. Bunlar biri bu şəkildə gedir. Sonra biri, məsələn, bu şəkildə gedir. Biri də getsin, məsələn, bu şəkildə. Baxın, 3 avtomobil oldu, 3 fərqli şəkildə getdi. Biz yerdəyişməyə görə orta sürət tapırıq. Yerdəyişməyə görə orta sürət tapanda bunlar necə gedirlərsə getsinlər, hamısının yerdəyişməsi eynidir. Baxın, hamısı A nöqtəsindən başlayıb B-yə gəlib. Yerdəyişmə nə idi? Başlanğıc nöqtə ilə son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt. Üçünün də 1, 2, 3. Hər 3 avtomobilin yerdəyişməsi eynidir. Yaxşı, biz düstura baxırıq. V orta bərabərdir. Düsturu biraz səliqəsiz yazmışam. V orta bərabərdir. S yerdəyişmə bölünsün zaman. Ümumi. Biz baxırıq ki, bunların hamısının yerdəyişməsi eynidir. Gəlin buna elə hamısı üçün bərabərdir. S burada çıxdı. Baxırıq onda biz sürətlə zaman arasındakı əlaqəyə. Sürətlə zaman arasındakı əlaqə necədir? Kəsirin qiyməti, kəsirin məxrəci ilə, zaman burada kəsirin məxrəcindədir görürük. Kəsirin məxrəci ilə tərs mütənasib asılı olur. Yəni zaman artanda, zaman çoxdursa sürət deməli azdır. Hansı hərəkətə daha çox zaman sərf edibsə, deməli o daha yavaş gedib. Onun sürəti daha azdır. İndi biz burada hansının zamanı çoxdur? Baxırıq, birinci avtomobil 3 saat, ikinci 3,5 saat, üçüncü 2,5 saat. Deməli, ən çox zaman ikinci avtomobildədir. Onda yazarıq V2. Hansının daha sonra birinci avtomobildə 3 saat zaman. Onda birinci avtomobilin sərf sürəti ondan daha böyükdür. Üçüncü avtomobil isə 2,5 saata gedib. 2 də daha doğrusu üçüncü avtomobil. Üçüncü avtomobil də daha böyük. Yəni ən böyük oldu 3, sonra 1, sonra 2. Hansı daha az zaman sərf edibsə, onun sürəti daha çoxdur deməkdir. Bu da olur hansı variant? B variantı. Baxaq 19-a. 19-da deyir ki, cisim yolun 4/1 hissəsini 40 metr/saniyə sürətlə, 4/3 hissəsini isə 80 metr/saniyə sürətlə hərəkət edərsə, bu cismin yola görə sürətini hesablayın. Burada belə deyək. Bizim yolumuz L-dir. Ümumi yolumuz. Bu L-i biz 2 hissəyə bölürük burada. 4/1 L və üstə gəlinsin 4/3 L olaraq 2 hissəyə bölüblər. İndi yazaq. V orta bərabərdir. L ümumi bölünsün T ümumi. L ümumimiz nədir? İkisini toplasaq yenə L verir də bizə. L ümumimiz L-dir. Bölünsün.
T1 üstəgəlsin T2. Bizdən çünki 2 yol varsa, hər ikisinə fərqli zaman sərf olunub deməkdir. Və yaxud da eyni zaman belə sərf olunsa, yəni 2 yol varsa 2 zaman yazmalıyıq. T1 üstəgəl T2 yazmalıyıq demək. T1 üstəgəlsin T2. Yaxşı. T1 və T2 yoxdur. Nə yazarıq T1, T2 ilə? Biz bayaq demişdik sizdən. T bərabərdir L bölünsün V. Onda burada L bölünsün V yazarıq. İndi T1-ə L1 bölünsün V1, T2-yə L2 bölünsün V2 yazmalıyıq. Bərabərdir. Ümumi zaman yolumuz L-dir. Bölünsün. T1-in yerinə yazırıq nə? L2 bölünsün V2. L2-miz neçədir? 4də 1 L. Bölünsün V2. V2-miz neçədir? Daha doğrusu V1. V1-imiz neçədir? 40. Üstəgəlinsin. L2-miz neçədir? 4də 3 L. Bölünsün V2. V2 neçədir? 80. O da bərabər. Biz bu kəsirləri sadələşirsək, buradakı 4-lər kəsirin məxrəcinə düşər. Onlar L bölünsün, deməli. 4 düşür 40-ın yanına olur 160. Burada qalır L. Üstəgəlinsin. 4 də düşür 80 yanına. 4 dəfə 8, 320. Burada qalır 3L. Biz bunu sadələşdirək. Biraz da 160 ilə, əvvəlcə elə 160 ilə 320 ortaq məxrəc elə 320-nin özüdür. 320-də bunun sürət məxrəcini nədir? 2-yə vurduq. 2L üstəgəlinsin. Bunda heç nəyə vurmadıq. Elə məxrəci 320-dir. 3L. Burada da L var, bərabər. Burada L-ləri mötərizə xaricinə çıxartsaq, bu L-lər ixtisar gedir. Onda nə qalır? 1 bölünsün 320-də 5. Burada da 320 qalxır kəsir sürətinə. 320 bölünsün 5 olur. 320-ni də 5-ə bölsək neçə eləyər? 60, 64. 64 metr bölünsün saniyə. Cavab olur B variantı. Daha sonra baxırıq 20-yə. Deməli, 20-də deyir ki, ABCD trayektoriyası boyunca hərəkət edən cisim bütün hərəkət müddətini 40 saniyə zaman sərf etmişdir. Cismin yola və yer dəyişməyə görə sürətini hesablayın, orta sürətini. Deməli, yola görə orta sürəti, gəlin əvvəlcə yolunu və yer dəyişməsini tapaq. Yolu nə qədərdir? AB parçasının uzunluğu, yəni 0,6 km, üstə gəlinsin BC-nin uzunluğu 1,2 km, üstə gəlinsin CD-nin uzunluğu 0,6 km. O da bərabərdir 2,4 km. Deməli, bu cismin getdiyi yol L bərabər 2,4 km-dir. Zaman da verilir, biz artıq orta sürətini tapa bilərik. Onda V orta bərabərdir L ümumi bölünsün T ümumi, yəni 2,4 bölünsün 40 saniyə. 2,4 kilometrdir, 40 saniyədir. Biz 2,4 kilometri metrə çevirsək nə eləyər? 2400 metr bölünsün 40 saniyə. Çünki burada bizdən deyir ki, metr böl saniyə ilə ifadə edin. Bunu da bölsək, bu sıfırlar gedir. 240-ı 4-ə bölsək eləyər 60 metr bölünsün saniyə. Bu bunun nəyi oldu? Yola görə orta sürəti oldu. İndi yer dəyişməyə görə. Yer dəyişməyə görə orta sürəti tapmaq üçün biz əvvəlcə yer dəyişməni tapmalıyıq. Bu cismin yer dəyişməsi aradı. A nöqtəsindən hərəkətə başlayır, D nöqtəsində hərəkəti bitirir. Onda A ilə D-ni birləşirsək, bu olar bunun yer dəyişməsi. Yaxşı, yer dəyişməsinin uzunluğu nə qədər olar? Burada bir düzbucaqlı alınır. Düzbucaqların qarşı tərəfləri bilirik ki, nədir? Bir-birinə bərabərdir. 0,6 0,6-ya bərabərdir. Bu tərəf 1,2-dirsə, onda burada 1,2 kilometrdir. Deməli, biz bunun nəyini tapdıq? Yer dəyişməsi. Yer dəyişməsi olur 1,2 kilometr. Yer dəyişməyə görə orta sürətin üstünü yazaq. S bölünsün T ümumi. O da bərabərdir. Yer dəyişməsi oldu 1,2. Onu da metrə çevirsək yenə 1200 metr bölünsün 40 saniyə. 1200 də 40-a bölsək sıfırlar gedir. 120-ni 4-ə bölsək qalır bərabərdir. Buradan yazıram. 3 metr bölünsün saniyə. Daha doğrusu 30 metr bölünsün saniyə. Deməli, bu oldu bunun yer dəyişməyə görə orta sürəti. Bu da oldu yola görə orta sürəti. Sonra, bu da bu qədər. Sağ olun, salamat qalın.